Bugün intervallar haqqında danışacağıq. Əsas mövzu da intervalların dönməsi olacaq. İntervalların dönməsini bilmək üçün mütləq şəkildə sadə intervalları yaxşı-yaxşı öyrənmək lazımdır. Bir daha qeyd edirəm, intervalları əzbərləyəndə, yəni söhbət sadə intervallardan gedir. Bildiyimiz kimi 8 sadə interval var. Onları əzbərləyəndə xalis və böyükləri əzbərləmək lazımdır. Əlbəttə ki, xalis primanı bilən artırılmış primanı da biləcək. Böyük sekundanı bilən kiçik sekundanı və yaxud da artırılmış sekundanı da biləcək. Onu da qeyd edim ki, xalis intervallar artırılmış, əskildilmiş ola bilir. Böyük intervallar artırılmış ola bilir. Kiçik intervallar əskildilmiş ola bilir. Yəni artırılmış deyəndə böyük və xalisləri artırırıq. Əskildilmiş deyəndə xalis və kiçikləri əskildirik. Bu biraz başqa mövzudur, amma yenə də mövzudan elə söz düşmüşkən qısa olaraq dedim qeyd edeyim. İntervalın bildiyimiz kimi iki səsi var. Birinci səs, yəni alt səs onun əsası, üst səs isə onun zirvəsi adlanır. Mən indi burada götürdüyüm böyük tersiyadır. İnterval həcmi deməli 2 tondan ibarətdir. Yazılışı B3 olaraq yazılır. Dönmələr haqqında qısa məlumat verim. Dönmə zamanı əgər interval böyükdürsə, alınan interval kiçik olacaq. Kiçikdirsə, dönən zaman alınan interval böyük olacaq. Xalisdirsə, dönən zaman xalis olaraq qalacaq. Artırılmışdırsa, dönən zaman əskildilmiş, əskildilmişdirsə, dönən zaman artırılmış şəklində alınacaq. Eyni zamanda bu 2 dəfə artırılmış, 2 dəfə əskildilmişlərə də aiddir. 2 dəfə artırılmış interval dönərkən 2 dəfə əskildilmişə, yəni digəri də o şəkildə, yəni əksi olaraq alınacaq. Sadəcə olaraq xalis intervallar dönərkən xalis olaraq qalacaq. Bir də intervalları döndərərkən bir qaydaya riayət etmək lazımdır. Verilən 9 rəqəmindən bizə verilən intervalın rəqəmini çıxarırıq. Dönmə nədir? Əsası, yəni intervalın əsasını bir oktava yuxarı qaldırmaq və yaxud da zirvəni bir oktava aşağı ifa etmək. Yəni dönmə bu deməkdir. Böyük tersiya dönərkən bildiyimiz kimi qaydaya əsasən alınan interval kiçik olacaq. Bəs bu aradakı məsafədəki interval necə olacaq? Əlbəttə ki, biz buradan sayırıq, tapırıq və bilirik ki, 6-dır. Yəni sexta intervalı alınacaq. Amma ki, imtahan zamanı və yaxud da alət olmadığı zaman bunları necə hesablayırıq? 9-dan verilən 3-ü çıxırıq. Böyük tersiya deməli dönəndə nə olacaq? Kiçik sexta və yaxud da kiçik tersiya dönən zaman əksi, yəni böyük 9-dan 3 çıxırıq 6 və yaxud da xalis kvarta dönərkən xalis olacaq və 9-dan 4 çıxdıq 5. Bu şəkildə sekunda, böyük sekunda intervalı B2 olaraq yazılır. Dönərkən K 9-dan 2 çıxırıq 7, yəni kiçik septima. Yəni bu şəkildə intervalları döndəririk. Ortada sual yarana bilər ki, bəs yaxşı, burada 9 nə deməkdir? Niyə 9? Axı bir oktava çərçivəsində 8 interval var. Aha, maraqlı sualdır. Yəni bunu da cavablandıraq. Nəyə görə 9-dur? Tutaq ki, baxın, bayaq da qeyd elədim. Do, mi, doya döndü. Ortada bu mi səsi 9-cu pilləni yaradır. Ümumilikdə 8 səsdir. Do, mi, do. Bax, bu ortada yaranan birləşdirici, yəni səs 9-cu səsi, yəni 9-cu rəqəmi əmələ gətirir. Ona görə də ümumilikdə verilən intervalı 9 rəqəmindən çıxaraq, yəni həmin o kodlaşdırma əsasında intervalların dönmələrini biz tapırıq. Başqa intervallar haqqında nə deyə bilərik? Intervallar harmonik və melodik şəkildə ifa olunur. Harmonik şəkildə, yəni birlikdə, melodik şəkildə adından bilindiyi kimi melodiya şəklində ardıcıl və yaxud da sıçrayışla ifa edirik. Başqa intervallar haqqında, yəni yenə də deyirəm, sadə intervalları daha yaxşı şəkildə öyrənsəniz, yəni intervallarla bağlı olan hər bir mövzunu daha yaxşı dərindən öyrənmiş olaraq. Eyni ilə də intervalları yaxşı bilən 3 səsləri daha yaxşı qavrayacaq. 3 səsləri yaxşı bilən 4 səsləri yaxşı biləcək. Ona görə də nəzəriyyə fənni zəncirvari olaraq bütün
necə deyim, mövzular bir-biri ilə bağlıdır və akordlardan da söz düşəndə, yəni təməl olaraq intervalları daha yaxşı öyrənmək lazımdır. Bir səs olanda səs, iki səs olanda interval, üç səs olanda üç səsli, dörd səs olanda septakord, beş səs olanda nonakord, yəni bu şəkildə, 4 səs olanda da nonakord akordu və s. bu şəkildə davam edir. Yəni bu qədər də dərinliyinə getmək lazım deyil. Sadəcə olaraq qısa olaraq dedim məlumat verim.